Prezident İlham Əliyev Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan olunması təşəbbüsü irəli sürüb. Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. Bu amnistiya qərarı ictimaiyyət tərəfindən hörmətlə qarşılanıb və böyük sevincə səbəb olub. Bayram ərəfəsində məhkumların azadlığa buraxılaraq öz ailələrinə qovuşması humanist və sevindirici haldır. Missiya TV olaraq paytaxt sakinlərinin də bu təşəbbüsə münasibətini öyrəndik. Olur da, elə insanlar var ki, peşman olublar, kifayət qədər cəzalarını çəkiblər, yəqin ki, başa düşüblər səhvlərini. İndi də ailələrinə qovuşacaqlar. İnşallah ki, indən sonra da həyatları yaxşı alınır. Yeni ildə ən azından evdə olacaqlar, ailələrlə bərabər olacaqlar. Əlbəttə böyük sevincdir. Yeni ildə belə bir qərar vermək hər bir ailəni sevindirər. Allah hamısının qapısını açıq eləsin, hamısı ailəsinə qovuşsun. Ailələrin bir yerdən həmişə olsunlar, daim olsunlar, sadiq olsunlar bir-birlərinə. Bir də ora qismət olmasınlar. Qapılar həmişə açıq olsun. Şərəf ailələr də sevinər ki, məsələn, gəldilər evlərinə, hamısı qoşuşar bir-birinə. Yaxşı olar inşallah. Yaxşı halda. Bütün ailələrə həmişə belə sevincli günlər qismət olsun. Humanistdir, alqışlayıram, sevinirəm o insanlar üçün. Mən də sayıram bizim prezidentimizi doğrudan da öz indi ailələrinə qovuşacaqlar. Allah dövlətimizi qorusun, sağlasın. İlahə Qəmbərli, Çingiz Abdullayev, Missiya TV.